Sənətdə fəlsəfəyə ehtiyac varmı? İncəsənət fəlsəfəsi estetikanın alt qoludur. Durkheim sənəti dinin instrumental alt qatı adlandırırdı. Estetika hər şeyin niyə gözəl olduğunu və ya gözəlliyin nə olduğunu öyrənir. Sənət fəlsəfəsi isə bu sualları sənətin özü haqqında soruşur. Avropada incəsənət haqqında fəlsəfi fikir Yunanistanda yaranıb. Sənət və fəlsəfənin ümumi özəllikləri hər ikisinin ehtiva etdiyi idrak, əxlaqi və sosial məzmun zənginliyidir. Sənət fəlsəfəsində 4 əsas nəzəriyyə var: imitasiya, instrumentalizm, formalizm, emosionalizm. Uğurlu sənət əsərində fakturalar, işıqlar, kölgələr, insanlar sanki bir anda onlara toxuna biləcək kimi realist görünürlər. Sənət fəlsəfəsinin filosoflarının birincisi Sokratdır. Sokratın sevimli fəlsəfi müzakirə tərəfdaşları, şairlər, dramaturqlar, rəssamlar, sənətkarlar idilər. Sokratın tələbəsi Platona görə sənət təqliddir. Sənət insanları əyləndirən, onlara həzz verən bir hadisədir. Platonun sənətə yanaşması hədsiz ideolojidir. O hətta öz utopik dövlətində sənət adamlarını görməkdən belə məmnun değildi. Platon deyirdi ki, bizə aktyor və şair yox, əskər lazımdır. Kant isə incəsənəti əxlaq və ağıldan fərqli qiymətləndirirdi. Sənətin bilgisinin özü haqqında olduğunu iddia edirdi. Sənət, sənətə lazım olanı kəşf etməli idi. Alman yazıcısı Hermann Broch bunu roman haqqında dilə gətirmişdi. Roman, romana lazım olanı kəşf etməlidir. Freud deyirdi ki, bizi təsvir edən elm və məni ifadə edən sənət insana gedən ən qısa yoldur. Sənətin bünövrəsini təxəyyül və nəğmə kimi qəbul edən Nietzsche insanı fövqal insana aparacaq şeyin sənət olduğunu söyləyirdi. Darwin elmi və sənəti qızına yazdığı məktubunda cəmiyyətin 2 qanadı adlandırırdı və deyirdi ki, bu qanadlardan biri olmasa cəmiyyət uça bilməz və toyuğa bənzəyir. Umberto Eco isə sənəti təbiətin meymunu adlandırırdı. Yəni sənət təbiəti təlqin edən onun əyləncəli şəkli idi. Bütün hallarda sənət insanı digər canlılardan ayıran bir yaradıcılıq növüdür. Onun missiyası varlığı estetikləşdirməkdir. Estetika olmasaydı nə olardı? Hər şey olardı, ancaq mənəviyyat olmazdı.